Herkese salam, kanalıma xoş gəlmisiniz. Bu dəfə sizləri möhtəşəm təbiət qoynunda, Qubada baş tutan unudulmaz bir səyahətə aparıram. Bacım oğlu, qızım və iş yoldaşlarımla birlikdə həm gülmüşük, həm gəzmişik, həm də ruhumuzu dincəldən gözəl anlar yaşamışıq. Əgər siz də həyatın gözəlliklərini mənimlə birlikdə kəşf etmək istəyirsinizsə, kanalıma abunə olun, bu videonu bəyənməyi və şərhlərinizi yazmağı unutmayın. Hazırsınızsa, gəlin başlayaq. Səhər saat 7-də Bakıdan Qubaya doğru yola düşdük. Uşaqlar yatmışdı. Qucağımızda avtobus apardıq. Heç 5 dəqiqə keçmədi ki, oyandılar. O an dedik ki, heç olmasa vaxtında oyanardıq, biz də sizi rahat hazırlaşdırardıq, paltarınızı geyindirərdik. Nurun saçları elə bir vəziyyətdə idi ki, Puşkinin saçlarına oxşuyurdu. Cihan düşünürəm ki, bu səyahətdən məmnun idi, çünki üzü gülürdü, Qubaya getmək istədiyini qeyd eləyirdi. Nur isə həmişə kimi heç nədən xəbərsiz yol gedirdi, amma gəzməyi xoşladığı üçün də səsini çıxartmırdı. Yol gedərkən gözüm tez-tez göy üzünə sataşırdı. Bilmirəm niyə, amma göy üzü mənim üçün sadəcə mavi rəng deyil. Sanki azadlığın, ümidin, sakitliyin simvoludur. Buludların arasından keçən günəş şüaları, göy üzünün sonsuzluğu mənə hər zaman bir şey deyir. Nə qədər sıxılsan da yuxarı bax. Orada həmişə bir ümid var. Bəlkə də elə bu səbəbdən göy üzünü sevmək mənim üçün ruhumu sevmək kimidir. Səssiz, lakin güclü bir bağ. Yol üstü avtobus saxladı və uşaqlar bacıma istədiklərini aldırdılar. Bir şeyi özləri istəməsə belə digəri istəyir deyə mütləq şəkildə ondan götürməlidirlər. Burada da istədim biraz özümü çəkeyim. Vlogumda özümdə yer almalıyam ya yox, ancaq ətrafı çəkmişim. Vlogumda siz də yer alın. Sabah baxarsan. Baxarıq. Like da edərik. Yəni Paylaşarıq hamısını. Abunə edin. Müraciət eləyin ki, hamı abunə olun. Müəllim qızı olduğunu demədən göstər. Mənim qızım üçün yer fərqi yoxdur. Hər yerdə yazır, yaradır, oxuyur. Uşaq vaxtı mənim rəsmə xüsusi bir marağım və bacarığım olub, amma çox təəssüflər olsun ki, üstündə durulmayıb. Bəlkə də indi Azərbaycanın ən məşhur rəssamlarından ola bilərdim, amma bu şansım əlimdən alınıb. Bu şirin qız isə həm iş yoldaşımın qızı, həm də mənim şagirdimdir. Artıq 5-ci sinifdə oxuyur. Anan getdi. Mənim oldu. Mən də qardaşım maması oldum. O sənə qurbana. Yolumuzun üstündə ucalıb duran möhtəşəm bir sülyes vardı, 5 barmaq dağı. Bu dağ Azərbaycanın ən tanınmış təbii abidələrindən biridir. Adını isə forması ilə alıb. Sanki göyə doğru uzanan 5 barmaq kimi görünür. Tarixi və mistik havası ilə seçilir. 1000 illərdir ki, insanlar bu dağa təkcə dağ kimi yox, müqəddəs bir məkan kimi baxırlar. Burada dua edənlər, niyyət tutanlar, arzusunu Allaha diləyənlər də az olmayıb. YouTube'a bakarsınız özünüzde. Kalbimi aman, ey kaşları keman, giderle kalan yar, sensiz yaşaya dinlerim. Yandırdın kalbimi aman, ey kaşları keman, giderle kalan yar, sensiz yaşaya dinlerim. Ey sevgili canım, Bu yaraşıqlı şirin oğlan isə turumuzun ən balaca üzvüdür. Bu vlogda onun belə şirin videolarını çox izləyəcəksiniz. kalbimi
başladı. Yaralı aşklara tadilat. Masumum, dışarıdan daha masumum. Maalesef bunun için sana mecburum. Yüksek uçan kuşun, yüreği sarhoşun, acı çeker gibi kölesi olmuşum. Kavga edenlere, bana küsenlere. El ele. Quba, mənim üçün sadəcə bir rayon adı deyil, sanki ruhuma yaxın, qəlbimə doğma bir yerdir. Hər kəsin həyatında içini dincliklə dolduran məkanlar olur axı. Bax, Quba mənim üçün o yerlərdən biridir. Azərbaycanın şimalında, dağların qoynunda yerləşən bu bölgə təkcə təbiəti ilə yox, insanlara, enerjisi və sükutun içindəki gözəlliklərlə doludur. Qubaya girən andan etibarən adam hiss edir ki, bura başqadır. Alma bağları ilə dolu yollardan keçərkən sanki zaman dayanır. Təzə alma qoxusu, meşələrin sakitliyi, çayların səssiz səsi. Hamısı insana bircə şey deyir. Dərin nəfəs al. Burdasan, özündə. Qubanın tarixi də zəngindir. Burada xalçaçılıq məktəbi çox məşhurdur. Əl işləri, zəhmət, sənət, mədəniyyətin bir araya gəldiyi bir sənət növü. Qədim evlər, daş küçələr, mehriban insanlar. Quba mənim üçün həm istirahətdir, həm də ruhumun dincəldiyi məkandır. Elə bil ürəyimdə bu yerin ayrıca bir güşəsi var. Nə zaman sıxılsam, nə zaman ruhum yorulsa fikrim bura qaçır. Və bu səfərdə də yenidən hiss etdim ki, Quba təkcə gözəllikləri ilə yox, hiss etdirdikləri ilə də dəyərlidir. Əgər hələ Qubada olmamısınızsa, inanın ki, çox şey qaçırırsınız. Hər addımı ilə, hər nəfəsi ilə bura dəyərli bir xatirəyə çevrilir. Yol gedirik, amma bu sadəcə fiziki bir yol deyil. Hər kilometrlə sanki içimdəki düşüncələr də dəyişir, dincəlir. Bəzən həyat da belədir. Hara getdiyini tam bilmirsən, amma yol səni öz aparır və sən sadəcə etibar edirsən. Pəncərədən baxanda gördüyüm hər ağac, hər bulud sanki mənə sakit ol deyir. Təbiət çox danışmır, amma hər şeyi bizdən daha yaxşı başa düşür. Yol uzundur, amma gözəldir. Baxdıqca adam dərin düşüncələrə dalır. Görürsən hər şey yoluna düşəcək. Bəlkə də bu yollar bizi yalnız Qubaya yox, özümüzə aparır. Romantik kimi etdi edəcəyini və çatmağımıza hardasa bir 10 dəqiqə qalmış yuxu tutdu və yatdı. Qubada getdiyimiz ilk məkan qədim Quba restoranı oldu. Restoranın girişi mənim çox xoşuma gəldi. Belə güllərlə bəzədilmişdi. Şəkil çəkdirmək üçün məncə ideal bir yerdir. Girişini belə xüsusi video ilə çəkmişəm. Mənim çox xoşuma gəldi. Yəqin ki, siz də bəyənəcəksiniz. Əgər getmək istəyirsinizsə, tövsiyə eləyirəm. Həm qiymətlər daha münasib idi digər restoranlara baxanda, həm də işçilərin münasibəti, mehribanlığı mənim xoşuma gəldi. Hə? İşte. Deməli, restoran belə meşənin içində yerləşirdi. Həm ümumi zal var idi, həm də belə ortada söhbətgahlar var idi ki, dostlarınızla, tanışlarınızla birgə ancaq otura bilərsiniz, əlavə insanlar olmadan. Belə döşəkçələr falan qoyulmuşdu. Məncə nostaljik bir hava qatır. Bu arada burada işləyən işçilərə xüsusi güc, qüvvət arzulayıram. Həqiqətən hər gün o pilləkənləri dəfələrlə çıxıb düşmək, sifarişləri gətirmək, götürmək ağırdır, çətindir.
Ümumiyyətlə insan faktoru olan xüsusilə xidmət sahələri mənə görə çox çətindir. Mən özüm də tələbə vaxtı bir müddət satıcı olaraq işləmişəm. Hər gün yüzlərlə müxtəlif xarakterdə insanlarla qarşılaşırsan. İçmisiniz? Qalın burada akşam götürərik sizi. Əl eləyin. Arkada boşaltırasın. Abunə olun. Kanalıma deyin də siz də deyin ki, bu xanımın kanalına abunə olun. Bəli, mütləq. Bizi de görsünler. Yok, ben insaflıymışım. Bizi de görsünler. Abunə olsanız bu xanımları tez-tez görəcəksiniz kanalımda. Eləyin. Gəlin birlikdə biraz da bacımın gözəlliyini abartalım. Zarafatsız bacımın o qədər gözəl xasiyyəti var ki, uşaqlar da onu çox sevir. Və mənim öz qızım xalasını o qədər çox sevir ki, bütün tur boyunca onun əlini buraxmayıb, ancaq ona mama deyib, onun üçün ağlayıb. Yəni turda bizi tanımayanlar bacımı 2 uşaqlı ana sanmışdılar. Mən də sanki onların yanında gedirmişəm kimi o dərəcədə idi yəni. Burada arxa fonda Türkan müəllimi görürsünüz, qızımdan şəkil çəkdirir. Bizim kimya müəllimimizdir. Həqiqətən o qədər pozitiv insandır ki, yəqin videolarda özünüz də hiss etmisiniz. Gördüyünüz kimi Nur yenə də bacımın əlindən tutub, bacımdan əl çəkmir. Mən də məcbur arxalarıca gedirəm. Burada yemək sifariş elədik, səhər yeməyimizi yedik. Bir trend görmüşdüm, bu videoda onu yoxlamağa çalışıram, amma təəssüflər olsun ki, alınmadı məndə. Uşaqlar da özləri üçün oynayırlar, gülürlər, əylənirlər. Həqiqətən də uşaqların təbii mühiti yaşıllıqdır, qumluqdur. Uşaqları o qədər dörd divar arasına salırıq ki, onlar da yəni sanki rayona gedəndə, yaşıllıq görəndə sevinirlər. İki daşın arasında şərait tapıb telefonumda zaryadkaya qoydum təbii ki. Nur burada bir Qubalı babanın qucağına gedib, orada samavar çay təmizləyirdi. Arkada səsləndirməyə deyəndə o nəzər alın. Ya da diyecek ki burada müəllim yoldaşım yüreğimden keçenleri dedim. Tamam burada bildirəm. Şöyle orada ses atırsan. Həyat çox sürətlidir. İş, məsuliyyətlər, hər günün tələskənliyi, bəzən nəfəs almağı unuduruq. Amma bu gün özümüzə bir anlıq zaman verdik. Bu gün bir yerdə güldük, əyləndik, nəfəs aldıq. Bu anlar yorğun bir tədris ilindən sonra bizə lazım olan tək şey idi. Biraz sakitlik, biraz birlik, biraz da ruhun dincəlməsi. Hər kəsin belə anlara ehtiyacı var. Özünüz üçün vaxt ayırın, ruhunuzu gözəlləşdirin. Ruhiyyə müəllimlə artıq 6 ildir ki, paralel siniflər aparırıq. Məktəbə gəldiyim ilk gündən bəri sağ olsun, mənə hər zaman yol göstərib, kömək olub. Sevirəm onun nazını, nazını, avazını. Buradan. Nunu bax, Sen de. Nur bax. Bax. Baxarsan. Biraz su doldur da mən için. Bir. Burada isə artıq restorandan çıxmışıq və gedirik özümüzə həm şəkil çəkdirməyə, həm dincəlməyə, gözəl bir yer axtarmağa. Nə? Uşaqları qızlara oxşuyub burnuğa. Hə. Və nağıllarda deyildiyi kimi dərə təpə düz getdik.
Amma gedib bir yerə çıxa bilmədik. Sadəcə boş bir ərazi tapdıq, çoxlu şəkildə çəkdirdik. Daha sonra iş yoldaşlarım Asma körpüyə çıxdılar. Amma biz uşaqla idik deyə ora piyada qətiyyən çıxa bilməzdik. Ona görə də geri qayıtdıq restorana. Amma Asma körpüyə də tək olsanız və ya maşınla getsəniz çıxın, çünki çox qəşəng mənzərəsi var. Ay xanım, hardan çıxırsınız? Qızım istirahət boyunca məni heç yormadı, çünki bacımı yordu, ondan əl çəkmədi. Biz hələ də yol gedirik. Videoları çox çəkmişəm. Videolar boş qalmasın deyə məcburam danışmağa. Videolarımı bəyənin, kanala abunə olun. Qəşəngdir bura. Qəşəngdir. Xoşuna gəldi. Hər gün gələk bura. Gələk, yaxşı, baş üstə. Yerim məlum var. Yəni hər dəfə hər dəfə. Qızım körpə canı ilə bu qədər yolu yerdi. Axırda uşağa yazığım gəldi, qucağıma götürdüm. Siz bir arxa fondakı gözəlliyə baxın, mənzərəyə baxın. Bu arada yanımdakı evdə, evin balkonunda orta yaşlı bir xanım oturub ətrafa seyr eləyirdi, baxırdı, ləzzət alırdı. Həqiqətən elə bir yerdə evim olmağını çox istəyirəm və buradan da manifest istəyirəm. Bax, Nurata bax. Ne qəşəng yatdı gör. Haydi. Burada artıq bacım və uşaqlar yorulublar, əldən düşüb oturublar yerdə. Sonda belə yaşıllıq boş bir ərazi tapdıq. Doyunca şəkillər çəkdirdik. Əl eləyin oradan. Cicələr. Bu xanımlar burada nə edir? Çekmeyin, flash kameralar. Orhan Bey. Bu xanım hər kəsi aldadır effektlə. Nə? Effekt verir bütün şəkillərinə. Su axtararkən belə bir piknik zonasına gəldik. Əgər özünüz evdən yemək falan gətirmişsə, belə söhbətgahlar götürüb öz gətirdiyiniz yeməkləri də yeyə bilərsiniz. Qaydanda daha artıq yeriyə bilmədik. Yolda bir maşın saxladı, sağ olsun. Bizi restorana qədər gətirib qoydu. Uşaqlar üçün güya ki, düşbərə sifariş elədik. Onu da heç uşaqlar yemədi. Məcbur özümüz yedik. Başqa yeməklərə də yer qalmadı. Allah'ım. Yorulub əldən düşmüş bir Aytəkin müəllim. O sırada çocuğuna bakıyor. Ay Allah. Aytəkin müəllimin bir həftə sonra sertifikasiya imtahanıdır. Allah saklasın. Uğurlar arzulayırıq. Ay yalla nə qəşəng oğlandır bu. 4 aylık. Maşallah, maşallah. 4 aylıq övladını qoyub gəlib tək başına. 4 aylık burada 4 aylıktır. İndi 3 yaşa doğru gelir. Linçlətəcəydim səni. Neyse, hay hay. Çocuğumu koyup geldim. Da baba, bu tek sen böyle bakıyorum. Biraz da səbləşdirsən, bax, tam olaraq belə baxacağam. Oy. Bir tık da səbləşdirsən, belə baxacağam. Bu əsl oldu ya, bu yerinə düşdü. Ben xərciyə görülən şeylər. Onu seçim biraz. Siz 700 qutardınız. Yo, hələ yetişmək gedir. Ayndə müəllimə bax, seçirəm hamısında yeməkdən danışır. Bizim riyaziyyat müəllimimiz savadlı, gözəl. Xanım qız gözəllik yuxusundan oyandı və oyanan kimi də yemək istədi, acıydı. Restorandan çıxandan sonra istiqamətimiz Çənlibel gölü oldu. Həqiqətən də ən dincəldiyim yer oldu deyə bilərəm. Burada Qəçrəş meşəsini görürsünüz.
Həqiqətən də buranın yayı ayrı bir gözəldir, amma qışı bir başqa gözəldir mənə görə. Çənlibel gölü Quba səfərimizin ən gözəl dayanacağı oldu. Yolumuz da gözəl idi. Amma bu göl sanki sonluqda verilən bir mükafat kimi qarşımıza çıxdı. Gölü ilk dəfə görəndə adamın içində qəribə bir hiss oyanır. Sanki zaman dayanır, səs-küy bitir və sən təbiətin nəfəsini eşidirsən. Su tərtəmizdir, səthi güzgü kimi. Dağların, buludların əksi sakit-sakit dalğalanır. Ətrafda yalnız təbiətin öz səsləri var. Quşların nəğməsi, yüngül mehin yarpaqlarda yaratdığı pıçıltı. Çənlibel təkcə gözəlliyi ilə yox, verdiyi hisslərlə yadda qalır. Bu gölün yanında oturanda insan düşünür. Niyə bu qədər uzaqlaşmışıq təbiətdən? Niyə bu qədər sıxmışıq ruhumuzu? Əgər yolunuz Qubaya düşsə, bu gölü görmədən qayıtmayın. Çünki bu sadəcə bir mənzərə deyil, ruh üçün bir istirahətdir. Burada artıq müəllimlərimiz yeriməkdən, gəzməkdən yorğun düşüblər. Bəh, bəh, bəh. İlə gülləri. Sən də mənim gülümsən, ətirli gülüm. Yavaş. Daha sonra uşaqlar belə bir əyləncələr tapdılar özləri üçün. Əslində bu sürüşkən deyil, amma bizim uşaqlar təbii ki, ondan sürüşkən olaraq istifadə etdilər və hətta o qədər mənimsədilər ki, heç kimə icazə vermədilər ki, yaxın gəlsin. Vəziyyət necədir xanım? Vəziyyət necədir xanım? Məmnunsuz gəzintidən. Olaraq qalır. Uddu mu? Komadan çıxmasaq da. Təbrik edirəm mübarək. Getdim çarpıra. O nədir? Adı nədir? Ice cream. Nur adı nədir? Adı nədir? Ice cream. Nədir Cihan? Ice cream yeyib olur. İstirahətdən zövq alan, istirahətin dadını çıxaranlar siyahısında sözsüz ki, onların adı başda olacaq. Ay, sireyim, görürsən? Əl eləyin. Bunlar da əl eləyirlər. Və artıq yavaş-yavaş çıxışa doğru irəliləyirik, istirahətimizin sonuna gəlirik. Baxın. Güzdür, baxın. Hansındadır? Bunda. Baxın. Bunda yoxdur. Ondadır. Baxın. Ver. Yaxşı, güzdə. Hansındadır? Buradadır. Ver mama güzdəsin. Bu səfər mənim üçün sadəcə bir gəzinti deyildi. Bu, ailəmin, dostlarımın və təbiətin bir yerdə olduğu unudulmaz anlar toplusu idi. Həyat bəzən bizi çox yorur, amma belə anlar ruhumuza güc verir. Bu arada avtobusdan düşəndə telefonumu da avtobusda qoyub düşmüşəm, yadımdan çıxıb. Evə gələndən sonra xatırladım və aşağı düşəndə gördüm ki, artıq avtobus yoxdur. Sürücü ilə əlaqə saxladıq, sağ olsun yeznəm, getdi götürdü. Belə.
Əziz izləyicilər, bir günümü daha sizlərlə bölüşdüm. Sağ olun, salamat qalın.